Bir də salam, gözəl insanlar. Testlərin izahına baxaq. Səhv eləmirəmsə 35 test. Bax gördünüz, nə var burada? Then var. Then varsa müqayisə dərəcəsi verəcəm. Okay. Müqayisəyə oxşayan güya 2 dənə var. A var, E var. Halbuki smaller bir hecalıdır. Bu 1. Yəni morla düzəlməz, R-lə düzələr. İkincə burada E article verir. Siz də bilirsiniz ki, E article isimsiz işlənmir. Özündən sonra da burada isim yoxdur, burada da yoxdur. Deməli, bu da səhvdir. Cavab qalır nə? A variantı. Yenə then var. Müqayisə dərəcəsidir. Mənə müqayisə lazımdır. D və C. Həm more, həm R eyni anda olmadığı üçün qalır D variantı. İndi bura baxaq. She can speak, danışa bilir bir neçə dil. Deməli, burada zərf lazımdır. Hardan biləm? Çünki söhbət speak-dən gedir, fiildən. Fiili, sifət təyinimli. Fast da dedi ki, ly qəbul eləmir. Qalır D, fluently, səlis şəkildə deməkdir. Fluent, səlis. İndi bura baxaq. Zəni olması üçün müqayisə dərəcəsi lazımdır. Əzəzdə adi dərəcə olur, müqayisə yox. Əzəzdə əzin biri də gəlməlidir və adi dərəcə olur, müqayisə yox. Əzəzdə adi dərəcə olur, üstünlük yox. Qalır D variantı, adi dərəcə. Zən müqayisə istəyir, müqayisə olmayanları çıxın. Taller bir hecalı olduğuna görə R qəbul edir, qalır A variantı, more olmaz. Then yenə müqayisə istəyir, müqayisə olmayanları çıxıram. E article mütləq sayılan tək isim istəyir. Burada da yoxdur diyorsunuz, burada da yoxdur. Neysə, qalır nə? B variantı. Biz isimlərdə keçəndə, quantifierlərdə keçəndə deyək ki, en mütləq isimlə işlənir. İsimsiz en həmişə nədir? Səhvdir. Gəlin bura baxaq. I have read a lot of books. Çoxlu kitab oxumuşam. About animals. Heyvanlar haqqında. Amma bu yaxşıdır. Bunun Z'si yoxdur, üstünlük dərəcəsində. Burada var. Bu daha yaxşıdır. Good'un üstünlüyü belə düzəlmir. İki variant arasında qalsın. One, yadda saxlayın. One ilə sayılan tək isim deməkdir. One'ın qabağına siz good versəz, better versəz, sayılan tək olduğuna görə E artiklını vermək lazımdır. A good one, a better one. Ona görə də, E'si olmadığına görə də, bunlara çıxsam qalır nə? E variantı. This is the best one. The best one, ən yaxşısıdır. Yenə deyirəm, one, sifətlə işlənəndə sayılan tək ismi əvəzlədiyi üçün qabağında adi və müqayisədə E artiklı olur. Müəllim, niyə üstünlükdə E artiklına ehtiyac yoxdur? Çünki üstünün özünün artiklı var. The article. Tamam mı? Onda cavab qalır nə? E variantı. Of all dediyinə görə gələm üstünlük dərəcəsinə. Deyil. Həm est, həm most olmur. Üstünlük dərəcəsinin artiklını verməyib. Qalır nə? D variantı. Then olduğuna görə nədir? Müqayisə lazımdır. Qalır B variantı. Tipik imtahan sualları. Tipik. Hətta imtahanda daha qısa olur, nəinki uzun. Then olduğuna görə mənə müqayisə lazımdır. Həm more, həm dedi ki, better eyni anda olmasın. Qalır nə? D variantı. Among, hətta in verdiyinə görə üstünlük dərəcəsi axtaracam. Bestdən sonra dedik sifət verməyək. 2 və çox hecalı sifətlə müqayisəsi mostla düzəlir. Qarşısında da üstünlüyün Z artiklını veririk. Cavab E variantıdır. As adi dərəcə istəyir. A variantı düzdür. Üstünlük və müqayisələrə çıxdım. Maçdan sonra adi dərəcə gəlmir qardaş. As hara, maç hara, yenə də qalır A. In my life dediyinə görə üstünlük verəcəm həyatımda. Adi, müqayisə həm də more-la better birisi olmur. A düz çıxa bilərdi bir şərtlə ki, qabağında Z artiklı verərdi, o da yoxdur. Qalır nə? B variantı. One of deyir, in the world deyir. Mənə nə lazımdır? Üstünlük dərəcəsi. Üstünlük dərəcəsi B-də və C-də var. Düzdür? Amma B-də hansı artikli yoxdur? The artikli yoxdur. Qalır C variantı.
One of, in, ikisi də mənə kömək elədi. Qaqa üstünlük dərəcəsi ver. Olmayanlara çıxdım. B-də Z artiklı yoxdur. Üstünlüyün qalır A variantı. Əzəz nə istəyir? Adi dərəcə istəyir. Qalır D variantı. İndi bura baxaq. Zən var burada. Yenə nə lazımdır? Müqayisə. More good yox. Good'un müqayisəsi better'dir. E variantı. Look. Look nə istəyir? Sifət istəyir. Zərf, 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 zərf. Amma sifət. Lovely, lonely, lively, elderly, friendly. Əzbərliyin onları. Smell nə istəyir? Sifət istəyir. Zərf, 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 zərf. Unusual. Qeyri-adi də qəribə. Sifət. Look nə istəyir? Sifət istəyir. Zərf istəmir. Və burada nə var? Than, yəni nə? Müqayisə dərəcəsi. Best çıxdı, good çıxdı. More olmur, more better olmur. Çünki good'un müqayisəsi zaten better'dir. More'a ehtiyac yoxdur. Qalır nə? A variantı. Than deyir ki, mənə qaqa müqayisə ver. Qalır E variantı. Yəni muchla menin zaten müqayisəsi more'dır. Hot. Maçı versən, maç nə istəyir? Müqayisə dərəcəsi. To'nu verə bilərəm. Maç müqayisə istəyir. Sifət inafdan sonra gəlmir. Burada sifət var. İsti deməkdir. More hot yox. Hotter olur. Bir hecalı olduğuna görə. Qalır nə? B variantı. Sifət özündən əvvəldirsə, mən inafı seçməliyəm. Amma really hot, really fast, too fast, quite fast. Bunlardan sonra gəlir sifət. Sometimes da deyək ki, zaman zərfidir. Okay, time expression sayılır. O fiildən əvvəl gəlir. I sometimes. Düzdür, fərqli yerlərdədir. Nəsə, I sometimes, I really, I hardly, I always, I usually go to school. I never go to school. Yəni, normalda əsas fiildən əvvəl gəlir. Exciting, maraqlı, həyəcanlı, özündən əvvəl. Görürsünüz, nə verək ki, özündən əvvəl olsun. O enough'dır. Very exciting, too exciting, more exciting. Yəni, bunlardan sonra gəlir. Enough'dan əvvəl gəlir. Usually da zaman zərfi. I usually go to school. Mənə lazım deyil o. Deməli, özündən sonra sifət var. Very comfortable, much adi işdən biri. Enough'dan sonra sifət gəlmir. Too comfortable olar, very comfortable olar. Və o tərəfdə də large var. Large özündən əvvəldir. To'dan əvvəl sifət gəlmir. To'dan əvvəl gəlmir. Enough'dan əvvəl gəlir. Deməli, cavab nədir? A variantı. Heavy. Really nədir? Nadir hallarda. Zərfdir. Nəyə aiddir? Fiilə aiddir. Fiildən əvvəl gəlir. I really go to school. To school. Görsən, fiildən əvvələ düşdü. Ya bunluq bir şey yoxdur. Little yox, a little o da müqayisə dərəcəsi. Much müqayisə dərəcəsi. Enough'dan sonra heavy gəlməz. Yəni sifət gəlməz, enough'dan əvvəl gəlir. Qalır C. Çünki həddən artıq ağıdır, mən qaldıra bilmirəm. Lift qaldırmaq deməkdir. Short, dembəli burada to'su var. Bu halda iki variantdan biri ancaq çıxacaq. Yaddasan, to məstəri görən kimi. Yəni sifətdən sonra to'nu gördünüz, to məstər. Maq. Ya to axtarım bunu, ya da enough. İndi sifət də short, qısa demək. Özündən sonra olduğuna görə mənə to lazımdır. B. Özdən əvvəl olsaydı enough deyərdim. Görün, yenə to var burada. Deməli, ya bunu axtaracağım, ya da bunu. Sifət zərf enough'dan sonra gəlmir, amma to'dan sonra gəlir. A variantı. Well. Yəni, usually nədir? Fiildən əvvəl gəlir. Onun başını buraxın. Zaman zərfi deyin. Enough'dan sonra sifət zərf gəlmir. Very'dən sonra gələr. More müqayisə istəyir. A little müqayisə istəyir. Qalır C variantı. To məstəri gördüm. Ovqa möhtəsindən gəlmə bacarmaq. Gördüm. Bunu axtaram, ya da to'nu axtaram. Bəli. Enough'ı versəm, özündən əvvəl sifət var. Bu düzdür. O zaman bunları çıxardıram. Ehtiyac qalmır. To, yəni sifətdən sonra to görəm. Ya budur, ya budur, ya da budur.
İndi much müqayisə ilə işlənir. D-də to board düzdür. Enough'dan əvvəl sifət gələrdi. Yoxdur. Qalır D variantı. Well zərfdir. Zərf də, sifət də enough'dan nədir? Əvvəl gəlir. Əvvəl. Bu da əvvəl verdiyinə görə cavab elə A'dır. To var. Sifət də özündən əvvəl gəldiyinə görə enough'dır. Okay, experienced təcrübəli deməkdir. Bunu başa düşməlisən. Ay müəllim, başa düşmədim, eləyəmədim. Çünki baxmırsan axı. Baxıb anlamaq lazımdır. Bax, anla ki, özündən əvvəl sifət zərf varsa enough seç. Özündən sonra varsa to seç. Adi dərəcənin qabağında məsələn very olur, to olur. Enough verərsən, məsələn, maçla eltil verməzsən. Bunu əzbərlə, testlərin izahına bax, testləri sil, təzədən özün eləməyə çalış. Görəsən ki, öyrənirsən. Yoxsa əlini ağdan qaraya vurma, yalandan bəhanə eləyir. Güya başa düşməyib. Elə bir ki, mən burada Çin dilində danışıram. Nəysə, to olduğuna görə birinci tərəfdən mənə nə lazımdır? Ya to, ya da enough. Özündən sonra sifət gəldiyinə görə enough'ı vermirəm, to'nu verəcəm. Burada da özündən əvvəl sifət verdiyinə görə mənə nə lazımdır? Enough lazımdır. D var. Və nəhayət, eyni şeydir. To var yenə burada. Good. Sifət özündən əvvəl gəldiyinə görə mənə enough lazımdır. Enough. Okay. Maçı da müqayisə dərəcəsinin qarşısına verin. Bu adidir. Qaldı nə? Very. Hələ burada article var. Yəni a very important event ki, bayaq izahda da a very important nəsə yazmışdım, bilmirəm nəsə elə bir şey yazmışdım, bilmirəm. Hər halda cavab nə oldu? Very oldu. Cavab A variantı. Okay. Belə gözəl insanlar, yaxşı oxuyun, yaxşı çalışın, təkrardır, təkrarı neyiniz eləyin, bu qrammatikadan gərək səhviniz çıxmasın. Okay. Hələlik.